Sizcə valideyn övladın həyat yoldaşı seçiminə qarışmalıdır? İndiki dövrdə yox. Lazım gələrsə, nəsə bir ciddi bir problem olursa, onda qarışmaq olur. Yox, çünki onun öz sevgisi, öz həyatı, mən ona iş qarışmıram. Mən onun vacibdir ki, onu böyüdüm, başa çatdırım, işə qoyum, vəssalam. Özü bilər, özü verər qərarını. Valideynlər əslində qarışmamalıdır. Yəni mənim fikrimi soruşursunuzsa, amma onlar da özlərini haqlı bilirlər. Bir tərəfdən ki, övlad yetişdiriblər, ona görə bu onlar üçün bir düzgün fikirdir. Bəs sizcə valideyn seçimi ilə qurulan ailələr daha xoşbəxt olur? Praktikada görmüşəm ki, bəli, daha çox xoşbəxt olur, amma məsələn özləri seçib evlənən şəxslər daha az xoşbəxt olduğunu görmüşəm. Yəni belə statistika olaraq da qarşıma çıxan insanlardan belə görmüşəm. Fərqi yoxdur. Qız tərəfi olsun, oğlan tərəfi olsun. Onun valideynlərin, ailəsinə, bizim tərəfdə onun nəslini, ailəsini araşdırırlar. Bu bizə uyğun deyil. Müəyyən şeylərdə qarışmaq lazımdır, müəyyən şeylərdə qarışmaq lazım deyil. Bir valideyn kimi, məsələn, ona bir kömək edə bilər, məsləhət verə bilər. Ancaq öz reşyanasını, yəni özü qəbul edə bilər, öz ailəsini. Yəni o da bir müstəqil bir güzel insandır. Bu saat elə zamanadır ki, hər halda valideyn daha çox bilir də. Onun da məsləhəti ilə olsa, sözsüz ki, cavanların istəyi lazımdır. Amma elə istək olur ki, valideyn görüşü bu təhlükədir, fəlakətdir. Ona görə də müalicəçi sevmək də lazımdır. Valideynlə də bir məsləhətləşmək lazımdır ki, o baxsın, tanısın, görək bundan bu ailəyə gəlin olar, bunun yoldaşına ömürgün yoldaş olar, axıra kimi o sədaqətli olar. Yoxsa ilbikincə, sən də mən ki, mən də deyib üzünü çörük gedəcəm. Ata baxır, deyir, bu yaxşıdır, bu yoldaşdır, bu yaxşıdır, hamısı belədir. Siz soruşursunuz, imlə Rus vətəndaşları, yoxsa sarı oğlan, xaxol oğlan, nətərdir? Yox, biz Bakılı balasıyıq, belə söhbətə şu. Yəqin ki, yox. Öz seçdiyi olsa daha yaxşı olar. Məncə olar, qarışmalıdır.